İndi yeni bir dəb düşüb, ustalardan müsahibə alırlar, şirkət reklamçıları. Hətta ona aid olmayan ixtisasdan ki, hansı ki, mən o barədə hətta verə bilmərəm məsləhəti. Deməli, ustanın birindən soruşur ki, usta, isti döşəmə, yəni yerdən isitmə sistemi, əslində bunun adı yerdən isitmə sistemidir. Ruslardan bizə keçib isti döşəmə olub, toplu pol. Vurmaq olar evə, yoxsa yox? Usta da qətiyyətlə deyir ki, xeyr, bu çox sağlamlığa ziyandır. Hətta Avropada bunu qadağan ediblər. Bu sadəcə bir mifdir, hörmətli izləyicilər. İsti döşəmənin, yəni yerdən isitmə sistemlərinin sağlamlığa ziyanı barədə heç bir elmi araşdırma nəticəsi yoxdur. Əksinə olaraq Avropada bu çox geniş istifadə olunur. Həm qənaət baxımından, həm evləri, obyektləri daha yaxşı qızdırmaq baxımından. Bu necə yaranıb bu mif? Deməli, əvvəl isti döşəmə Azərbaycana gələndə ustalar və ya ev sahibləri bunu bilmirdilər. Evi daha yaxşı qızdırmaq üçün temperaturu 40-45 dərəcəyə hətta qaldırırdılar və bu da ürək bulanmaya, ürək sıxılmaya, qan təzyiqinin oynamasına gətirib çıxarırdı. Qızıl qayda var, yəni ki, bunun qaydası budur. İsti döşəməni 26-29 dərəcə Selsi temperaturda işlətmək olar. Bu zaman heç bir diskomfort yaranmır, heç bir xətası və ziyanı olmur. Və sizə dönə-dönə məsləhət görürəm ki, bütün evinizi hətta isti döşəmə ilə təchiz edin. Nəyə görə? Ona görə ki, fərdi evin 4 tərəfi açıqlıqdadır. Külək, Bakı küləkli şəhərdir. Hər tərəfdən, hansısa bir tərəfdən hökmən külək vuracaq və evləri radiator sistemi ilə qızdırmaq çox çətindir. Hər ay 250-300 manat siz qaz, işıq pulu, yanacaq pulu verəcəksiniz və eviniz də ürəyiniz istədiyiniz kimi qızmayacaq. Faydalı oldumsa şad oldum. Sağ olun, gələn görüşlərə dək.